Ukrayna, Rusiyanın neft emalı zavodlarını tarixdə görünməmiş intensivliklə hədəfə alır və bu ölkədə indiyədək yaşanan ən ağır yanacaq böhranına səbəb olur. Bu barədə Financial Times qəzeti məlumat yayıb. Müharibəni izləyən Polşanın analitik Rohan Consulting qrupunun məlumatına görə, Ukraynalılar təkcə may ayında Rusiyanın neft emalı zavodlarına 16 uğurlu zərbə endiriblər ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir. 2026 ilin əvvəlindən etibarən Rusiyanın neft emalı zavodlarına ən azı 194 hücum həyata keçirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11 dəfə çoxdur. Eyni zamanda həm Ukrayna, həm də Rusiya bu il rekord sayda pilotsuz uçuş aparatı və raketdən istifadə edib. Nəşr qeyd edir ki, uzaq mənzilli zərbələr müharibəsi 2022 ilin fevralında Rusiyanın geniş miqyaslı işğalına başlamasından bəri ən yüksək səviyyəyə çatıb. Analitiklərin fikrincə, Ukraynanın pilotsuz uçuş aparatlarından istifadəsinin artmasının əsas səbəbi onların istehsalını əhəmiyyətli dərəcədə artırması və bütün istehsal logistika prosesini daha səmərəli təşkil etməsi olub. Ukraynalı rəsmilər qəzetə bildiriblər ki, bu uğurlarda ABŞ kəşfiyyatının dəstəyi də mühüm rol oynayıb. Kəşfiyyat məlumatları Ukraynaya pilotsuz uçuş aparatları üçün Rusiya hava hücumundan müdafiə sistemlərini yan keçən optimal marşrutlar müəyyən etməyə kömək edir. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatına görə 2026 ilin ilk 6 ayında Rusiya ərazisi və işğal olunmuş Ukrayna torpaqları üzərində 63.933 Ukrayna pilotsuz uçuş aparatı vurulub. Bu rəqəmin demək olar ki, yarısı son 2 aya təsadüf edir. Rusiya may ayında 14.195, iyun ayında isə 17.832 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb. Müqayisə üçün qeyd olunur ki, yanvar və fevral aylarında bu göstərici aylıq 6.000-i keçməyib. Məqalədə vurğulanır ki, bu statistika Rusiyanın hava hücumundan müdafiə sistemlərinin indiyədək görülməmiş dərəcədə imkanlarının son həddində işlədiyini göstərir. Bu isə Moskvanın müharibəni davam etdirmək üçün vacib olan enerji və hərbi obyektlərini qorumasını getdikcə çətinləşdirir. Moskvada yerləşən Müdafiə Təhlilləri Mərkəzinin direktoru Ruslan Puxov bildirib ki, Ukraynanın zərbələri Kremlin uzun müddət yaratmağa çalışdığı Rusiyada müharibəyə baxmayaraq həyat adi qaydada davam edir görüntüsünü də dağıdıb. Onun sözlərinə görə, əsas strateji baxımdan görürük ki, Putin bu müharibədə növbəti ölümcül səhvə yol verib. O hesab edirdi ki, zaman onun xeyrinə işləyəcək. Lakin Ukraynanı təslim olmağa məcbur edə bilmədi və əksinə ona uzaq mənzilli zərbə imkanlarını kütləvi şəkildə inkişaf etdirmək üçün kifayət qədər vaxt verdi. Bundan əvvəl mətbuatda yayılan məlumatlara görə, iyulun 6-sına keçən gecə Ukrayna Müdafiə Qüvvələri Yaroslavl vilayətində yerləşən Rusiyanın illik 15 milyon ton emal gücünə malik ən böyük neft emalı müəssisələrindən biri olan Slavneftyanos zavoduna ikinci dəfə zərbə endirib.